Salam uşaqlar, biz bugünkü dərsimizdə sizlərlə HTML növbətinin dərsini keçəcəyik. Bundan əvvəlki dərsimizdə biz sizlərlə HTML-də bəzi məzmun teqləri haqqında danışmışdıq. Header teqləri, paragraf teqləri, pre-teqi, yəni bunlar haqqında danışmışdıq. İndi isə sizlərlə qalan digər məzmun teqlərini keçəcəyik, yəni qısa məzmun teqləri. İndi isə başlayaq, Visual Studio'muzu açaq. İlk öncə başlayacağımız teq A teqidir. A teqini yaradaq. Göründüyü kimi A teqini yaratdım və içində bir dənə atribut gəldi. Yəni istəyirsə bunun içində bir dənə söz yazıb bunu bir dənə ekranda görək, sonra danışarıq. Serverdə açıram və göründüyü kimi ekranda görsəndi. Yəni digər teqlərdən fərqi olaraq rəngi fərqlidir və altından xətt çəkilib. Onlar haqqında da danışaraq ki, yəni bunun dizaynını necə dəyişmək olar. İndi isə ahref teqinin digər teqlərdən başqa fərqi nədir? Yəni bir dizaynı tamam fərqlidir, rəngi fərqlidir və altından xətt çəkilib. Amma digər fərqi nədir? Ahref teqi digər teqdən fərqli olaraq sizdən bir ünvan istəyir. Yəni ahref teqi vasitəsilə siz yönləndirmə edirsiniz. Yəni mən bunun üzərinə basdıqda, yəni hara yönlənsin, başqa bir səhifə açılsın, yəni səhifə daxili və yaxud da səhifə xarici başqa bir sayta yönlənsin. Yəni bunu ahref teqi vasitəsilə edirsiniz. Məsəl üçün, gəlin bura bir dənə saytın ünvanını yazaq. //nantes.az və ahref teqimiz üzərinə klikləyək. Və göründüyü kimi kliklədikdə, yəni mən bura ünvan yazdım. Yəni hrefin içində yazdığınız sizin hara gedəcəyinizi onu göstərir. Yəni ahrefin üzərinə basıram, bu ünvana gedir. Yəni burada göründüyü kimi gəldim ahrefin üzərinə kliklədim və Nantes saytı açıldı. Solda aşağı baxsaz bura, yəni ahrefin üzərinə gələndə ki, hansı ünvana gedəcəyi solda aşağıda qeyd olunur. Və ahrefin dizaynını dəyişmək olarmı? Hə, dəyişmək olar. Yəni bunun rəngində dəyişə bilərsiniz, CSS mövzusunda, ahrefin altdan gedən xəttində, yəni onu da götürmək olur text decoration vasitəsilə. Yəni bunlar CSS mövzulardır. Bunları da orada görərsiniz. Bir də ahrefin başqa bir atributu da var. Bu atribut target atributudur. Və yaxşı target atributu nə işə görür? Gördüyünüz kimi mən bura basdıqda, yəni sayt açıldı, amma olduğum səhifədə açıldı. Siz targetin içərisinə blank yazsaz, gəl və yenidən bura klikləsəz. Yəni səhifə yenə də açılır. Yenə göndərici ünvanı edir, amma artıq yeni bir səhifədə. Yəni blank özü səhifə deməkdir. Yəni yeni bir boş. Siz ora kliklədikcə avtomatik olaraq yeni bir səhifə açır və sizin göndəriniz ünvanda həmin səhifədə açır. Bir də ahrefin başqa bir fərqi də fikir verirsən, üzərinə gəldikcə, yəni əl işarəsi gedir. Yəni kursor buradakı kimi deyil. Bura gəldi avtomatik əl işarəsinə keçirir. Bu da kursor pointerdir. Bunu başqa teqlər üçün də eləmək olar. CSS mövzusunda görərsiniz. Amma ahrefin default olaraq üzərində bu gəlir. Yəni digər teqlərdə yoxdur. Tamam, ahref teqimizdən də bu qədər. Hə, bir də targetin top var. Bu da əslində yəni defaultla eyni işi görür demək olar. Yenə də klikləriniz səhifədə açılır. Amma yəni də bunu da bilsəz daha yaxşıdır. Tamam, keçək növbəti teqimizə. Ahrefdə buradan silim. Strong teqimiz və bold teqimiz. Bunlar haqqında danışaq. İlk öncə gəlin bold teqimizdən başlayaq. Bold teqini açaq. Bold. İçinə də yazımızı yazaq. Tamam. Baxıram, göründüyü kimi, məsəl üçün normal mən bunu yəni spamlara yazaq ki, arada fərqi görün. Yəni spam bilirsiniz, yəni dizaynı olmayan bir teqdir. Yəni standart ölçülərdə olur. Spam yox. Burada yazaq ki, fərqi görək. Gördüyünüz kimi, spam, yəni normal olaraq yazı belə olur. Bold teqinin içində yazdıqda isə bunun avtomatik ölçüsü, yəni font size artır və biraz da qalınlaşır. Yəni bold bu üçün istifadə olunur. Bir də başqa strong var. Onun haqqında da danışaq. Strong. Gördüyünüz kimi, birə-bir eynisidir. Yəni boldla strongun başqa bir fərqi yoxdur. Yəni ümumən fərqi yoxdur. Yəni birə-bir eynidir dizayn olaraq. Amma fərqləri nədir? Ondan danışdıqda, yəni əvvəllər bolddan istifadə olunurdu. Sonradan isə strong yeni yaranmış bir teqdir. Bəs yaxşı, niyə bold ola strongda, strong ola boldda yazın? Bunun fərqi ondan ibarətdir ki, strong bir mətn içərisində bir sözü vurğulamaq deməkdir. Yəni SEO cəhətdən bu söz digərlərindən üstündür. Yəni bu daha vacib bir sözdür. O cəhətdən vurğulamaq üçün istifadə olunur. Yəni strong daha təzə bir teqdir, bolddan sonra yaranıb və buna görə də SEO cəhətdən strong daha üstündür. Tamam, keçək növbəti teqimizə. Boldla strongu da buradan silək. İtalik və M teqləri haqqında da danışaq.
Buradan italik tagimizi açaq. İçinə də yazımızı yazaq. Tamam. Göründüyü kimi normal halı budur. Yəni span versiyasında span dizaynı yoxdur, yəni normal belə görsənir. İtalik tagi isə biraz daha meyilli olur hərflərimiz. Yəni gəlin indi isə bir də bunu MTag-də yazaq. Bəli. Yenə gördüyümüz kimi bayaq boldla strongda olan məsələ burada da eynisi ilə var. Yəni birəbir eynidirlər. Bəs bunların fərqi nədir? E ilə strongla boldun fərqi kimidir. M daha yeni yaranmış bir tagdir və SEO cəhətdən vurğulamaq üçün M-dən istifadə olunur. Yəni M SEO cəhətdən I-dən daha üstündür. I biraz köhnədir, M ondan sonra yaranıbdır. Tamam, keçək indi isə digər taglərimizə. Yəni yenə deyirəm, bu taglər əslində çox da istifadə eləməyəsiniz, amma bilsəz daha yaxşıdır. Yeni silək, bunu da silək. Small tagi, small haqqında danışaq. Small normaldan kiçik hərflərdən istifadə olunur. Yəni normaldakı versiyadan daha kiçik olur hərflər. Baxaq. Yəni düz burada çox dəqiq görmürsünüz, amma görürsünüz span böyükdür. Bu birisi isə ona nisbətən kiçik yazılıbdır. Yəni ölçü baxımından small'un içində yazılmış normal standartdan kiçik olur. Tamam, bunu da silək small'da. Supreme və Supreme bunlar haqqında danışaq. Bunlar nədir? Bunlar indeks və qüvvət deməkdir. Yəni riyazi ifadələri zat, yəni bunların köməyi ilə yaza bilərsiniz. Əslində çox da istifadə olunmur o qədər də. Gördüyünüz kimi birinci yazdığım Supreme, yəni bu indeksdə yazır. İkinci yazdığım isə Supreme, bu isə avtomatik olaraq yəni qüvvətdə yazır. Tamam, bu taglər haqqında da danışdıqdan sonra insert tagimiz haqqında da danışaq. O nədir, nə iş görür? Insert tagimiz altdan, yəni verdiyiniz sərdə sözün altından bir xətt çəkərək verir. Yəni eynən ahrefdə olduğu kimi. Bəs biz bu xətti bütün taglərə verə bilməzmi? Verə bilərdi. Yəni text decoration underline yazaraq sesdə görərsiniz. Yəni istədiyiniz tagə bu dizaynı verə bilərsiniz. Amma bunun digər taglərdən fərqi nədir? Bunun da özündə bir işlənmə yeri var. Məsələn, bunun işlənmə yeri haradır? Bu məsəl üçün bir dənə müqavilə yazırsınız və orada kiminsə ad soyadı daxil olacaq və ora boşdur. Ora nəsə bir məlumat daxil olacaq. Və siz bunu avtomatik altdan xətt çəkirsiniz. Yəni bu obisindən fərqlənir ki, bura bir məlumat daxil olacaq. Yəni insertin açılışı əslində orada insert deməkdir. Yəni insert daxil olacaq. Məsəl üçün imza atılacaq. Avtomatik altdan xətt çəkirsiniz ki, yəni bura bilinsin ki, bura bir imza atılacaq. Boşdur. Yəni bura sonradan doldurulacaq. Onu göstərmək üçün istifadə olunur. Keçək del. Del, yəni delete sözünün qısaldılması deməkdir. Avtomatik yazdığınız sözün üzərindən xətt çəkir. Yəni gördüyünüz kimi belə. Yəni bu tagindəki başqalarından yəni fərqi, yəni bu yəni üzərindən xətt çəkir. Yəni çox da o qədər də istifadə olunmur. Bir də ki mark tagi haqqında da danışaq. Mark verilmiş bir sözü digərlərindən fərqləndirmək üçün istifadə olunur. Eynən yəni bold və strong kimi. Amma bunun dəyişəndə həm də onun background-da dəyişir. Yəni obrislər, yəni tam bold və strong ölçü baxımından biraz onun font size-ını qalınlaşdırırdı, font size-ını böyüdürdü. Yəni oradan fərqlənirdi. Amma mark onun background-dır, rəngini də dəyişir, sarı rəng eləyir və beləliklə yəni digər yazılardan fərqlənir. Tamam, del haqqında da danışdıq. Adres tagi haqqında da danışaq. Adres tagi haqqında əslində danışılası bir şey yoxdur. Yəni belə deyim də, saytda verəcəyiniz ünvanlar adres taginin içərisində olur. Yəni dizayn baxımından o span kimi olacaq. Yəni fərqli bir dizaynı yoxdur. Lapsis belə yazaq, baxaq. Yəni biraz belə maillidir. Başqa, yəni adres tagindən nə üçün istifadə olunur deyəndə, bir yerin adresini axtardıqda, yəni axtarış portallarına bunu yazdıqda, avtomatik o adres taginin içərisində axtarılır. Yəni adresləri, ünvanları adres taginin içində yazmaq daha düzgündür. Bloknot və kod. Bu ikisi haqqında da danışaq. Bloknot. Yəni saytda xüsusi qeydləri istifadə etmək üçün yazılır. Gördüyünüz kimi bloknotun da biraz fərqi ondan ibarətdir ki, yəni belə dizayn baxımından çox fərqi yoxdur. Yəni bunun birə-biri demək olar. Amma soldan biraz məsafə götürüb. Yəni gördüyünüz kimi. Bir də bunun kodu var. Kode. Bunun fərqi var. Bu, baxıram ki, yəni birə-bir eynisi deyil. Yəni spanda normal yazdığımın birə-bir eynisi deyil. Fərqi nədir?
bunun font fərqlisi fərqlidir. Yəni bu font fərqli fərqli olmaq nədir? Yəni şrifti fərqlidir. Baxdığımız bu şrift nəyə oxşuyur? Yəni biz yadınızdadırsa bundan əvvəlki dərsimizdə Preteg haqqında danışmışdıq. Onun font fərqlisi monospace idi. Yəni bunun da font fərqlisi odur. Yəni Preteg kimi bunun da şrifti fərqlidir. Başqa da ki bir fərqi yoxdur. Yəni bloknotla, yəni tək fərqləri bloknot biraz məsafə götürür soldan. Koddakı şrifti ondan fərqlidir. Soldan da ki məsafə götürmür. Qteg haqqında danışaq. Qteg yazdığınız məzmunu dırnağa alır. Yəni gördüyünüz kimi. Siz bunu bir dənə paragrafın içində də alıb sağına soluna dırnaq atsanız eyni işi görürdü. Amma qısa olaraq belə Qtegin içində yazırsınız və avtomatik olaraq bu söz belə dırnaqda olur. Tamam, keçək digər tegimizə. Upper. Upper tegi altdan xətt çəkir. Məsəl üçün, gəlin bunun içindən yazdım. Belə. Altdan xətt çəkir. Yaxşı ki, bunun solunda span var. Burada ki, upper tegin içində yazdığım söz var. Və bunun altdan xətt çəkməkdən əlavə bunun title atributu var. Görək title atributu nədir, nə iş görür. Məsəl üçün, mən bura bir dənə kurs sözü yazıram. Title-ın içərisinə. Üzərinə gəlirəm. Yəni bu açıqlama kimidir də. Üzərinə gəlirəm, bu nədir, nə iş görür, o haqda açıqlama versin. Gördüyünüz kimi, yəni, burada kurs yazıldı, title-ında. Və yaxşı, mən bunu spanda yazsam olmayacaqdır. Baxaq, title, kurs yazıram və span üzərinə edirəm. Görürəm ki, orada da çıxdı. Bəs yaxşı, fərqləri nədir? Niyə span, niyə upper'da, title-ında fərqləri nədir? Tutalım ki, sizin uzun bir mətniniz var və bu mətndə bəzi sözlər belədir. Yəni, üzərinə girəndə onun haqqında məlumat verilir. Yəni, sözsüz ki, onun altdan xətt onu fərqləndirir ki, yəni bu sözün xüsusi bir başqa açıqlaması var, üzərinə gedək o məlumatı görək. Yəni, spanın da üzərinə gələndə o məlumat görünür. Amma başqa fərqləndirmək üçün də yəni, hansıların ki, üzərinə gələn məlumat götürürsünüz, onların altından belə xətt çəkir upper tegi. Tamam, başqa danışacağımız tegdəki budo tegidir. Budo tegi nədir, nə iş görür? Gəlin isə onun haqqında da danışaq. Başqa da ki, qalmadı. Budo. Budo tegi sizin verdiyiniz bir mətnin hansı istiqamətdən hara yazılacağını göstərir. Məsələn, nan yazsam yenə eynisi çıxacaq. Gəlin, siz bunu bir dənə lorem yazaq və yuxarıdakı spanı da silək. Gördüyünüz kimi belə düz yazılıbdır. Yəni, eyni qaydada, yəni düz olaraq heç bir fərqlilik yoxdur. Yalnız bunun bir dənə atributu var. Direction deməkdir bu. Direction sözünün qısaldılması üstünə gələndə də belə görsənir. Məsəl üçün, mən buraya yazıram. ETL. Bu nə deməkdir? Right to left. Yəni, bu içəridəki məzmunu sağdan sola yaz. Baxıram, həqiqətən də. Yəni, lorem buradan başlamalıydı. Lorem buradan başlayır. Yəni, buradan belə gedir. Yəni, ərəb dilindəki kimi. Sətrin sağından soluna yazılaraq gedir. Bugünkü dərsimizdə bu qədər. Yəni, yenə deyirəm, bu teqlər əslində kiçik məzmun teqləri adlanır. Bunlardan çox da istifadə olunmur. Amma bilməyiniz daha yaxşıdır.